Dediyiniz o bir cür görsənmək, başqa cür siyasəti həyata keçirmək. Onun çox, deyək ki, əyani bir nümunəsi Polyanişka idi, Viktor Polyanişka. Viktor Polyanişkanın deməli portfelində, qoltuğunda Quran əksik olmurdu. Hara gedirdi, Quranı çıxardırdı, Qurandan da biliklərini göstərməyə çalışırdı və Azərbaycanlılara, müsəlman dünyasına, müsəlmanlara yaxın olduğunu göstərmək istəyirdi. Putin də tez-tez Quran-ı Kərim öpür. Və söhbət ona gedir. Quran-ı Kərim öpürdü, dini kəlamlar işlədir. Kəlamlar işlədir. Olub bu yaxınlarda da birinci. Bəli, gördüm mən hər hafta. Yəni söhbət onların hamısı özlərinin məqsədlərinə çatmaq üçün bir görüntü yaratmaqdır. Və biraz da o tərəfə gedək, uzağa gedək. Deməli, Qacarların dövrü, İran deyilən Azərbaycan dövlətində Qacarların dövrü. Qacarların dövründə ingilislər tam şəkildə o ölkəni götürmüşdülər ələ. Və bütün məscidlərdə obrazlı şəkildə Fətəli Şah da deyirdi, Abbas Mirzə də deyirdi. Obrazlı şəkildə belə deyirlər ki, hansı məscidə gedirsən başını əmmamə taxmış ingilislər mollalıq edirlər. Yəni o dövrdən o şeylər. İngilis mollalar, milliyyətcə ingilisdir. Deməli, bu Vəhabilir də ingilislər ortaya atmışlar da, onlar yaratdılar onu. Bu özünü dindar kimi göstərir, dini qəbul edir, qətiyyən oxuyur, avazla da oxuyur, hər şeydə bilir. Oturub da məscidə bilir ki, tutaq ki, müəyyən bir ölkələrdə məscidin vasitəsilə ictimai rəyi formalaşdırırsan. Hətta Abbas Mirzənin öz atasına yazdığı onu həyatının son illərində Təbrizdə otururdu həmişə. Bir Xorasana göndərdilər ki, get Xorasanda vəziyyət ağırdır, səni hörmətlə qarşılayırlar orada. Xorasanda vəziyyəti düzəlt. Oradan atasına, şaha məktub yazdı ki, həmin o əmmaməli İngilis mollalarını olduğu kimi gəldim, gördüm ki, Xorasanda da məscidlərdə otururlar. Yəni bu söhbət ondan gedir ki, bu siyasətdir. Bu siyasətin də bu formadan da həmişə istifadə ediblər. İndi də müəyyən formada həm onu istifadə edirlər, davam edirlər və çətinlik də ondan ibarətdir ki, onları ifşa eləmək çətindir. İndi tutaq ki, da İngilisi göndərsinlər, burada gəlsin, mollalıq eləsin və yaxud müxalifətin başında dursun, çətindir. Mümkün deyil. Ortaya çıxır, fakt var, hər şey var. Bu hardan olubdu, hara gedib, nə yedi, tam ortaya çıxardırlar. Amma deyək ki, İngilis başlı, Rus başlı, deyək ki, Fars başlı kimisə gətirib burada harasa Milli Məclisdə oturtmaq və yaxud müxalifətin rəhbərliyində oturmaq o artıq mümkündür. Onu eləyirlər və onlardan elə bir ki, özləri kimi istifadə edirlər. Necə ki, özləri o siyasəti yeritməlidir, bunlar da həmin siyasəti yeridirlər.